Salam dostlar, bu günləri nənəmin ləzzətli bişirdiyi ocaqda bozbaşın tarifinə baxacağıq. İlk öncə soğanlarımızı xırda nazik doğrayırıq. Doğradıktan sonra öncədən içərisinə yağ əlavə etdiyimiz qazanın üzərinə əlavə edirik soğanlarımızı. Sonra isə kartof soyuruq və o kartofu ikiyə ayırırıq. O kartofları da suyun içərisinə əlavə edirik. Sonra əvvəldən hazırladığımız ətimizi yoğururuq. Əgər istəsəniz bu ətin də tarifini göstərə bilərik. Sonra əti kündə halına gətiririk. Böyük kündələr əldə edirik. Biz bunu bişirərkən siz də abunə olub like atmağı unutmayın. Əgər hansısa yeməyi bişirməyimizi istəyirsinizsə, yorumlara yaza bilərsiniz. Hər istədiyiniz bir yeməyin tarifini sizə göstərəcəyik. Kündələrimiz bu şəkildə alınmalıdır. Kündələrimizin son halı budur. Sonra odunları yığıb ocaq qalayırıq. Ocaq qalamaq biraz çətin oldu, çünki havada çox külək var idi. Amma yenə də hava isti idi. Nəysə, bir cür də olsa ocağımızı qalamağı başardıq. Bu şəkildə ocağımız çox gözəl oldu. Sonra isə bu ocağın üzərinə yağ və soğan əlavə etdiyimiz qəzəni qoyuruq və onu çoxlu yağla soğan qarışana kimi qarışdırırıq. Sonra ağzını yerə açırıq və qarışdırırıq. Bunu tez açıb qarışdırmaq lazımdır. Sonra yenə bir qaşıq yağ atırıq. Yağ əriyənə kimi qazanı gözəlcə qarışdırırıq, çoxluca qarışdırırıq və yenə yarım qaşıq yağ atırıq. Və sonra isə içərisinə bayaq doğradığımız pomidorları əlavə edirik və yenə bir-birinə qarışana kimi onu çoxlu qarışdırırıq. Sonra isə ağzını örtürük. 5 dəqiqə keçir və yenə açırıq. Qarışdırıb üzərinə tikə ətlərimizi əlavə edirik. Küftələrimizi sonra əlavə edəcəyik. İlk öncə mütləq tikə ətlərini qoymaq lazımdır. Bu yeməyi çox qarışdırmaq lazımdır. Tikələri qoyduqdan sonra yenə qarışdırırıq. Və sonra bolca sarkök tökürük. Tökə isə qarışdırırıq. Bu
Bu yeməyin ən çətin işi qarışdırmaqdır. Tezcə qarışdırırıq. Çoxluca qarışdırdıqdan sonra ən əsas işi su tökməkdir. Bir qəzən su tökürük. Suyu tökərkən diqqətli olmalıyıq. Dediyim kimi tam bir qəzən su tökürük. Sonra tomatla qaynar suyu qarışdırırıq və onu əlavə edirik. Əlavə edən mütləq qarışdırmaq lazımdır. Qarışdırdıqdan sonra isə ağzını örtürük, pişsin. Bu da bizim gözəl çiçəklərimiz. Bunları babamla nənəm əkib. Hər gün bunlara suvarırıq. Çox gözəldir, eləmi? Bunlar da o birisi güllərimiz. Bizim evimizin həyətində bir sürü güllər var. Və həyətə yaraşıb qatır. Nəysə, sonra isə küftələrimizi həmin qazana tək-tək yavaşca əlavə edirik. Bunu çox diqqətlə əlavə etmək lazımdır. Həm də əllə əlavə edirik. Yeməyimizin bişməsinə çox az qalıb. Sonra isə qarışdırırıq. Yeməyimizin bişməsinə çox az qalıb. Baxın, belə gözəl alınıb. Əgər nənəmin yeməyini bəyəndinizsə, abunə olub, like atmağı da unutmayın. Sağ olun, salamat qalın. Sonraki videoda görüşərik.